Aprelin 19-da Prezident İlham Əliyev Bakı metropoliteninin yeni xəttinin avtovağzal və Memar Əcəmi stansiyalarının açılışında iştirak edib. Yeni stansiyanın ətrafında geniş abadlıq quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb. Qeyd edək ki, beynəlxalq avtovağzal terminalına metro xətti çəkilməsi ilə bağlı tapşırığı Prezident İlham Əliyev 2008-ci ildə Nəsimi stansiyasının açılışında verib. Bakı metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov dövlətimizin başçısına Bakı metropoliteninin yeni xəttinin konseptual inkişaf planı barədə məlumat verdi. Konseptual inkişaf sxemi Bakı metropoliteninin mövcud şəbəkəsinin 2030-cu ilədək mərhələlərlə genişləndirilməsini və nəhəng metro şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu da gələcəkdə Bakı metropoliteninin ümumi şəbəkəsinin 2 mövcud və 3 əlavə yeni xətt olmaqla 5 xəttdən 76 stansiyadan və 119 kilometr uzunluğunda xəttdən ibarət olması deməkdir. 2030-cu ilədək 53 yeni stansiya inşa ediləcək. Dövlətimizin başçısı avtovağzal stansiyası ilə yaxından tanış oldu. Burada tikinti işlərinə 2009-cu ilin sentyabrında başlanılıb. Stansiyanın layihə işləri Bakı Metro Layihə İnstitutu tərəfindən yerinə yetirilib. Layihə əsasən avtovağzal stansiyası platformadan 2 ədəd vestibüldən, 8 çıxışdan, ventilyasiya keçidindən, vestibüllərin üzərində quraşdırılmış 2 ədəd piramidadan ibarətdir. Stansiya kompleksinin ümumi uzunluğu 559 metrə yaxındır. Onu da deyək ki, yeni xəttə yaradılan həm avtovağzal, həm də Memar Əcəmi stansiyasının platformasının uzunluğu 144 metrdir. Bu isə platformaya əvvəlki stansiyalarda olduğu kimi 5 deyil, 7 vaqonun daxil olmasına imkan yaradır. Stansiya və keçidlərdə müxtəlif hündürlüklü 20 ədəd eskalator, çıxışlarda isə 8 ədəd travelator qoyulub. Fiziki imkanları məhdud insanların istifadəsi üçün burada lift quraşdırılıb. Bununla da bu qəbildən olan insanların birbaşa metro stansiyaya rahat çatması təmin olunub. Biləcəri qəsəbəsində yaşayan sakinlərin rahatlığını təmin etmək üçün Bakı-Sumqayıt avtomobil yolunun altı ilə bir keçid inşa edilib. Bu isə öz növbəsində sərnişinlərin təhlükəsizliyini təmin etmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Bakı Beynəlxalq Avtovağzal kompleksinə isə 2 keçid quraşdırılıb. Digər 5 çıxış isə avtovağzal metro stansiyası kompleksinin ərazisində yerləşir. Sonra Prezident İlham Əliyev metro ilə avtovağzal stansiyasından Memar Əcəmi stansiyasına getdi. Avtovağzal Memar Əcəmi mənzil tunellərinin və Memar Əcəmi stansiyasının layihə işləri dünyanın aparıcı şirkətləri tərəfindən həyata keçirilib. Tunellərin tikintisi üçün hazırlıq işlərinə 2011-ci ilin fevralında, tunellərin tikintisinə isə həmin ilin sentyabrında başlanılıb. Podraçı təşkilat tərəfindən tunellərin tikintisi ilə yanaşı 8 ədəd tunellər arası evakuasiya keçidləri və 2 ədəd havalandırma şaxtası inşa edilib. Dövlət başçısına məlumat verildi ki, burada təmir işləri yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilib və stansiya ən müasir tələblərə cavab verir. Memar Əcəmi stansiyası kompleksin ümumi uzunluğu 168,5 metrdir. Burada 3 çıxış yaradılıb. Ümumi sahəsi 12.000 kvadrat metrə yaxın olan stansiyada və çıxışlarda 17 ədəd eskalatorlar quraşdırılıb. Burada həmçinin fiziki imkanları məhdud insanlar üçün də liftlər var. Hər iki stansiyanın inşası zamanı əsasən yerli xammaldan istifadə olunub. Şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsi, yeni stansiyaların açılması, qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər son illər ardıcıl olaraq həyata keçirilir ki, bu da metro nəqliyyatında keyfiyyətin yüksəldilməsi ilə nəticələnib.